Salam. Deməli, bugünkü dərsimiz olur Şah İsmayıl Xətainin Dəhnamə poeması. Dəhnamə poeması 19 yaşında yazıbdı Şah İsmayıl Xətai. Dəh 10 namə məktub mənasına gəlir farsında. Yəni dəh 10 məktub mənasında işlədir. Ümumiyyətlə Dəhnamə 19 yaşında yazıb Şah İsmayıl tərəfindən və məsnəvi şəklində yazılıbdır. Yəni A, B, B, C, 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 D, D və s. şəklində qafiyələnir. Dəhnamə poemasında ümumiyyətlə eşqi bir mənalı qiymətləndirmək mümkün deyil. Ona görə ki, aşiqin vurulduğu ümumiyyətlə əsərdə təsvir olunan məşuqə bir pəridir. Ona görə də bu da əsərə bir əsatiri rəng qatır. Ona görə də tək bir mənalı qiymətləndirmək, eşqi bir mənalı qiymətləndirmək düzgün deyil bu baxımdan və mümkün də deyil. Əsərdə ümumiyyətlə poemada rəmzi obrazlar var. Səba, huş, ah, göz yaşı, bunlar rəmzi obrazlar hesab olunur. Səba ümumiyyətlə yel deməkdir. Yel, huş, bildiyimiz huş. Ağıl, huş o mənada işlədilir. Huş oradan tutmaq lazımdır. Bunlar rəmzidirlər. Yəni bunlar həqiqətən real obrazlar deyirlər. Rəmzi obrazdılar sadəcə. Ah, insanın ahı, misal üçün, ah çəkəndə necə ah, hımız göyə, misal üçün şeirlərin dilində də var. Ahı, naləsi göyə yüksəldi. Ah, naləsi heç bitmədi. Bu da, ah da rəmzi obraz hesab olunur və göz yaşı ki, bu da Dəhnamə əsərində rəmzi obraz hesab olunur. 10 məktubu Səba, huş, ah, göz yaşı aşiq tərəfindən, aşiq obrazı tərəfindən məşuqə, yəni pəriyə aparırlar. 10 məktubu ayrı-ayrılıqda. Ümumiyyətlə Dəhnamə poeması poema janr olaraq poemadır, epik növdə yazılıbdır, nəzm formasında yazılıbdır, məsnəvi şəklində qafiyələnibdir və Azərbaycan türkçəsində yazıya alınıbdır Şah İsmayıl Xətai tərəfindən. Dəhnamə ilk olaraq başlayır. Bahariyə adlı bir hissə ilə başlayır. Baharın girişi, baharın gəlişi və yaxud da ilk bahar, bahar ərəfəsini əhatə eləyir. Belə başlayır əsər. Qış getdi, yenə bahar gəldi. Gül bitdi, laləzər gəldi. Gül bitdi, laləzər gəldi və yəni deyək qış getdi, yenə bahar gəldi. Gül bitdi və laləzər oldu hər yer. Yəni güllük, çiçəklik və s. Quşlar qamsu, fəğanə düşdü. Deyək quşların hamısı fəğanə düşdü, fəryad elədi. Eşq odu yenə bu canə düşdü. Yer geydi qəbayı xicri puşan. Deyir, yer yaşıl paltarını geydi. Yazda neyniyir? Hər tərəf yaşıllaşmıyor. Yəni gül, çiçək, yaşıl otlar və s. Onu deməli təsvir edib burada Şah İsmayıl Xətai. Yer geydi qəbayı xicri puşan, cümlə dilə gəldi ləb xamuşan. Deyir, bütün dodağı, ağzı bağlanmışların hamısı dilə gəldi, yəni canlandı. Sərvin yenə tutdu damənin su. Deyir, sərv ağacın deyir burada. Sərv ağacı yenə tutdu, dibini deyir, yenə su tutdu. Su üstə oxudu, faxdə, gü. Deyir, su üstə çöl göyərçini gü deyə oxudu. Qönçə dəhəni çəməndə xəndan, gülməkdən ənar açıldı dəndan. Burada dəhən ağızdır klassik ədəbiyyatda. Deyir, ümumiyyətlə bu iki misranın mənasını götürəndə nə demək istəyir? Deyir, narın qonça ağzı gülməkdən dəndən açıldı ki, nar belə çiçəkləyəndə başı açılır, onu oxşadı, ona bənzədib də əslində açıldı dəndan. Deyir, gülməkdən ənar, gülməyə sanki bənzədir onu. Gülməkdən ənar açıldı dəndan. Ənar da nardır. Bülbül oxudu sifat-ı hicran. Deyib, bülbül ayrılıq sətirlərini, nəğməsini oxudu. Dəryada dür oldu əbr neysan. Dəryada deyir, aprel yağışları dür oldu. Dürdə qiymətdə daşqaş. Durna uçuban havaya düşdü, laçın oluban ovaya düşdü. Deyir, durna uçdu, havaya düşdü. Laçın oldu düzəngahlığa. Laçın yırtıcı quş demək, düzəngahlığa düşdü. Alma ağacı dibində sayə, tən eyləridir buluğda ayə. Deyir, alma ağacının dibində tən eyləridir, məzəmmət eləyərdi buluda aya.
Yaşın yerə tökdü əbri neysən. Aprel yağışları yaşını yerə tökdü. Yəni aprel yağışları yağmağa başladı. Bülbüllər oxudu səth həzəran. Bülbüllərin hamısı yüz minlərlə daha doğrusu bülbül oxumağa başladı. Səth həzəran yüz minlərlə bülbüldür. Mey bəslədi jalə hər vərəqdə, Turac kitab oxur təbəqdə. Burada nə deyir birinci misrada? Deyir ki, hər yarpağın üstündəki şehi şəraba bənzədir. Bax, deyir ki, hər vərəqdə, yəni yarpaqda, yarpaqların üstündə şeh olaraq oradakı o şeh damcılarını şəraba, meyə bənzədir. Turac kitab oxur təbəqdə. Turac quş adıdır. Deyir, Turac badağın üstündəki gül yarpağında təbəqdə oxuyur, deyir. Qum qum der idi ağacda qumru, qumru quşun deyir. Deyir, qum qum der idi ağacda qumru. Məst oldu, bənövşə içdi xəmri. Deyir ki, qum qum derdi ağacda qumru və şərab rəngi içib məst oldu, bihuş oldu. Şax üstə qabaqlar asılı halı, deyir, budaq üstə qabaqlar asılı halda qu gərdənindən verir misalı. Deyir, qunun, burada deyir ki, qabaqlar asılı şəkildə budağın üstündə qunun boynuna bənzəyir. Qu quşunun boynuna bənzədir qabaqların asılı halda olmasını. Quş betçələri ünü yuvadan, məktəb ünü tək gəlir havadan. Deyir, quş balalarının səsi yuvadan, məktəbin səsi küy tək gəlir havadan. Boyandı zəmin həzar rəngi, deyir, boyandı torpaq min rəngə, övraq-ı şəcər də təngə təngə, deyir, ağacın yarpaqları da təngə gəlmiş, yəni bezmiş şəkildə. Neylufər açıldı suya girdi, pirahənini boynuna bürdi. Deyir, su zambağı, Neylufər su zambağıdır. Su zambağı açıldı suya girdi, pirahənini, köynəyini başına bürüdü, sarıdı yəni. Yəni gülün şeyini, yarpaqlarını əslində burada nəzərdə tutur. Çinar əlini çürəksə açdı, çinar ağacı. Gül xurdəx, zərin şəbaşı, deyir, gül az olan qızılını ona verdi. Çaylar bulandı, yıxdı arxı, bağlar ağacı göyərtdi şaxı. Deyib, bağlarda ağac göyə yüksəldi. Yüzdürlü qəba geyib çəmənlər, deyir, yüzdür qəba paltar geydi çəmənlər, ağ donunu geydi yasəmənlər. Burada da yasəmənlərin ağ donunu geyməsi, yəni onlar artıq çiçəkləməyə başladı yazda. Yazda çiçək açıraq yasəmən ağacı. Sirab gülünün üzündə atidir, sudan doymuş gülün qabağında Nərgiz oturur başında xabi. Yuxulu başına Nərgiz oturur. Sudan doymuş gülün qabağında Nərgiz başında yuxulu başına oturur. Sərv etdi çəməndə sərəfrazı. Gül cilvələnir başında razı. Deyir, sərv ağacı çəməndə başına diş tutdu. Gül də başında nazlandı, cilvələndi. Çıxmış budaq üstə əndəlibi, çıxmış budaq üstə deyir bülbül, mənbərdə oxur çəmən xətibi. Deməli, mənbər burada kürsüdür, məscidlərin içərisindəki mollalar, axundlar və yaxud da ilahiyyatçılar onun üzərində oxuyurlar, otururlar və nələrsə oxuyurlar, xütbə oxuyurlar. Yəni, burada ona bənzər. Deyir, bülbül mənbərdə oxur çəmən xətibi. Çəmənin xütbə oxuyanı minbərdə, yəni kürsüdə oturur. Yəni, budağın üstündə, orada bənzədir də, budağın üstündə oxuyur, oturub oxuyur. Lalə oturur başında tacı, deyir, lalə başında tacı oturub, heç sərvərə yoxdur ehtiyac, deyir, heç bir başçıya, əslində burada sərvər ordu başçı anlamındadır, heç bir ehtiyacı yoxdur. Sümbül daramış saçın beşanə, deyir, sümbül saçını beşanə daraqla danıb, şanə daraqdır, bedə ladır. Əmbər qoxusun qılır fəşanə, deyir, ətirli xoş qoxusunu ətrafa saçır. Al qırmızı ilə yaşıl geyindi bağlar, deyil, al qırmızı ilə yaşıl bağlar yaşıl geyindilər. Bağlar qırmızı ilə yaşıl geyindilər, belə desək. Ağ ləçəyi sərpə saldı dağlar, deyir, ağ ləçəyini başdan ayağa buraxdı dağlar. Burada bilirsiniz nə demək istəyir ədəb. Deyir ki, yazda
dağların başında qar olur, axı ümumiyyətlə qar ümumiyyətlə qışdan qalan qar olur. O yazda su əriyir. Ağ ləçəkdir də. Ağ ləçəyi deyir başdan ayağa saldı. Yəni əriyir. O dağlar onu əriyir o qar onun üzərindən. Burada onu deyib. Ağ ləçəyi sərbə saldı dağlar. Durmuş çəmən üzrə sərv ayağa, qılmaqda tamaşa solaq sağa. Yəni sərv ağacı düz durub sağa sola tamaşa edir. Ahu doyurub quzu uyutdu, deyir Ceyran doyurub quzunu uyutdu. Oğurlanıb gizlin, oğurlanıb özü ota getdi. Özü oğurlanıb gizli şəkildə, yəni ota getdi. Durna uçub ün çəkib havada, deyir, durna səs eləyib havada. Gedər ünü 40 ağac ziyada, yəni 6-7 kilometr təxminən uzunluğa malikdir bir ağac və 40 ağac uzağa gedər, çox uzağa gedər yəni. Bağrı qaranın qaraldı bağrı. Bağrı qara quşdu. Qaraldı bağrı, yəni ürəyi içi qaraldı. Şahbaz ona varanda doğru. Şahbaz tərlandı. Varanda, yəni gələndə, ona tərəf gələndə göydə bağrı qaranın bağrı yarıldı, yəni ürəyi partladı. Hər şey günəşə qurutdu yaşın, qövsü qüzeh açdı tər qumaşın. Qövsü qüzeh deyir, göy qurşağı təzə qumaşını, parça növünü açdı. Niyə burada bu cür deyir? Çünki getdi rəngi, əsas rəngi var da göy qurşağının. Ona görə deyir, rəngli deyir, parça növünü, qumaşını açdı. Burada bir bənzətmə var. Döndü vətəninə cümlə quşlar, gəldi yuvasına qırla quşlar. Deməli, aşiqin əhvalı hissəsi bizə verilibdir burada. Əsərin içərisində. Aşiqin əhvalında deyir ki, aləm qamusu bu dəmdə xoşhal, mən öz işimdə fariğul bal. Deyir, aləmin hamısı bu dəmdə xoş idi, mən də öz işimdə, könlümdə bal kimi idi. Bu aşiqin dilindəndir. Gah yerir idim çü ahu dağda, deyir, gah ahu kimidir, kimidir. Dağda yer yerdim, gah axar idim çü cuy bağda. Deyir, gah da arx kimi bağda axardım. Gah könlüm ilə çəməndə xürrəm, deyir, gah könlümlə çəməndə şad idim, xürrəm idim. Gah həmdəm ilə gəzəndə biğəm, deyir, gah da dostumla, yoldaşımla qəmsiz gəzirdim. Məşuq ilə eşqi tanımazdım, deyir, məşuqla eşqi tanımazdım. Heç kimə könül verim deməzdim. Heç kimə könül verim deməzdim. Öz pişəmə, öz işimə qane, öz peşəmə deyir, öz işimə qane, heç kim yox idi ki, ola mane. Kim desə mənə ki, aşiq oldum, bu aşiqin dilindən deyir, kim mənə desə ki, aşiq oldum, rüsvay dili xəlaiq oldum. Deyir, xalq içində ürəyimi ona açdım, ona deyərdim, deyir, ürəyimin sözlərini. Əbləh deyibən gülərdim ona. Deyir, axmaq deyibən gülərdim ona. Deyir, kimsə hər tənə ki var, qılardım ana. Deyir, hər kim ki mənə desə aşiq oldum, dostlarından, tanışlarından deyir də, rüsvay dili xəlaiq oldum. Deyir, xalq içində ürəyimi ona açardım, əbləh deyib ona gülərdim. Yəni, axmaq deyib ona gülərdim. Bir gün çəmən içrə seyr edirdim, aşiq deyir. Pərvanə misalı teyr edirdim, deyir, kəpənək kimi uçurdum. Bir sayə-i sərvi nazə yetdim. Sayə-i sərvi nazə, nazlı sərvin kölgəsinə deyir, çatdım, yetdim. Bir ləhzə orada xabə getdim, deyir, birazcıq orada yuxuya getdim. Ruhaniyə ruh qıldı seyran, gəl gör ki, mana nə qıldı dövran. Deyir, ruhum ruhlar aləminə seydə getdi. Yəni, yatmağını burada təsvir edir. Ruhum ruhlar aləminə seydə getdi. Gəl gör ki, mənə dövran nə elədi. Göründü gözümə bir pəriürü. Deyir, gözümə bir pəri üzlü göründü. Xoş ləhcəvi, xub cəmalı xoşru. Xoş ləhcəlidir, xoş camallıdır, yəni xoş üzlüdür, xoşdur. Çön seyr ilə gəldi, mana etdi. Deyir, seyr eləyə gəldi, baxa-baxa gəldi, mənə çatdı. Canı könül aldı, beylə getdi. Deyir, könlümü canımı aldı, yəni aşiq elədi mənə, belə də getdi. Qaşları kamanı, kirpici ox. Qaşları deyir, kamanda kirpiyi oxdur. Aləm gözü qatda, nərgisi şux. Deyir, aləm gözləri şux, nərgis kimidir. Oldum beyməsəl, divanə bidar. Deyir, oldum məsəlsiz, dəli və oyaq.
Nə məstdur, nə aqiləm, nə hüşyar. Deyir, nə məst olmuşam, nə müdrikəm, nə də ağıllıyam. Bilməm özümü ki xandayam mən. Deyir, bilməm özümü ki hansı tərəfdəyəm mən. Ya mürdəmi, yoxsa zindəyəm mən. Deyir, ölmüşəm, yoxsa canlıyam mən. Bunu aşiq dilindən deyir. Uzun gecələr səhər görünməz, zülmətdə mana qəmər görünməz. Qəmər aydır burada, qəmər görünməz. Bu yola ilahi yoxmu payan? De, bu yola ilahi son yoxdurmu? Bu dərdə ilahi yoxmu dərman? Biçarə və zari natəvanım. Deyir, biçarəyəm, çarəsizəm, çarəsizəm və çarəsiz və gücsüzəm. Mən taqəti qəmlə mitəvanəm. Deyir, qəmin taqətindən güclü düşmüşəm, güclüyəm. Yar zülfü kimi, yar zülfü təki günüm qarardı. Yar ağzı kimi yerim darar. Deyir, yarın saçı kimi, zülf saçdır. Deyir, yarın saçı kimi günüm qaraldı. Yar ağzı kimi yerim darar. Yarın ağzı o qədər balaca, yerim o qədər dar oldu. Bilməm necədir kəmini halım. Deyir, bilmirəm necədir ki, bu aciz halım. Artır dini, günü, qəmi, məlalım. Deyir, hər gün qəmim, hüznüm artır. Birinci məktubu bizə veriblər kitabda. Səbanın məşuqənin yanına gəlməsi. Səba birinci məktubu aparan obrazdır. Deməli, gəldi və əlimdən aldı məktub. Bunu aşiq deyir. Səba gəldi, yəni onun əlindən məktub aldı. Birinci məktubu aparır. Əzm etdi, yeridi suyu məhbub. Deyir, əzm etdi. Qərara gəldi ki, sevgiliyə tərəf yerisin, yəni məşuqənin yanına. Gah dağ üstə əsdi, gahi daşda. Gah dağ üstə əsdi, gahi daşda. Gah xuşk üzə əsdi, gahi yaşda. Deyir, gah qurun dağın üzərində əsdi. Səba yeldə axı. Səba nə deməkdir? Yel deməkdir. Yel. Badi səbada səhər yeli deməkdir. Yel götürək biz burada. Gah dağ üzə əsdi, gahi daşda. Gah xuşk üzə əsdi, gahi yaşda. Deyir, gah qurunun dağın üzərində əsdi, gah daşın, gah qurunun üzərində, gah da yaşın, yəni suyun üzərində. Sürdü qatı atın ol vəfadar, ol bağa irişdi qandadır ya. Deyir, o vəfalı atını sürdü, vəfalı olan o atını sürdü. O deyir, o bağa çatdı ki, hardadır yar, qandadır yar. Gördü ki, bir adlı şah imiş ol. Nə yerdə, fələkdə mah imiş ol. Mah da ay deməkdir. Deyir, gördü ki, bir adlı şahdır. Nə yerdə, nə fələkdə, yəni fələkdə, fələk göy deməkdir. Deyir, nə yerdə, nə də göydə bir ay imiş o. Gülşəndə bülənd otağı eyvan, deyir, otağın hündür heyvanı gülşəndədir, yəni güllü çiçəkliyin içərisindədir. Səncərlə Səlatin ana divan, deyir, ov quşları və sultanlar ona məclis qurublar. Qarşıda durur mələk Yasavul. Deyir, qarşıda durur mələk Yasavul. Hər kimi ki görür, edir ki savul. Savul çəkilin. Bu türklərdə də savulun, savul, yəni qorunun mənasında çəkilin, qorunun. Deyir, hər kim ki görür, edir ki savul. Tutmuş yüzü birlə nuri bağı. Tutmuş yüzü birlə nuri bağı. Deyir, üzünün nuru bağı tutubdu. Eyvanı fələkdədir otağı. Deyir, evi lap hündürdədir. Fələk göydədir, yəni göylərdə, hündürdə. Çün gördü o anı səbayı miskin. Deyir, o yazıq səba onu gördü. Çəkdi cilovunu, oldu qəmgin. Deyir, dayandı və qəmgin oldu. Kim bu pəridir cahanda məşhur? Xudbünü cəmalı hüsnə məğrur. Deyir, bu məşhur olan, cahanda məşhur olan bu pər kimdir? Deyir, xudbündür və cəmalı da qürurludur. Deyir, necə varım indi həzrətinə? Deyir, indi hüzuruna necə varım, necə gedim? Ta irişə ərzə xidmətinə, ta ki dediklərin xidmətinə çata. Durmuşdu Səba qılıb təfəkkür. Deyir, Səba təfəkkür edirdi, fikirləşirdi. Barmağını dişləyib əz təhəyyür. Heyrət içində deyib barmağını dişlədi. Oturdu Səba və ol yeridi. Deyir, Səba o yerdə oturdu. Deyir, nagah önünə çü gəldi bir pir. Nagah önünə çü gəldi bir pir. Deməli, burada Səba gedir, birinci görür pərinin təmtəraqlı, deməli, dəbdəbəli
oturduğu yeri, evini görür, oturduğu yeri görür və bunu görəndən sonra bu bağın içindədir sadəcə olaraq. Hələ onunla görüşməyə getməyib. Yəni onun yanına çatmayıb, hələ getməyib ona. Heç onun xəbəri də getməyibdi Pəriyə. Burada kimlə qarşılaşır? Deyir ki, deməli, oturdu Səba ol yeridir. Deyir, o yerdə oturdu Səba. Nagah önünə gəldi bir pir. Deyir, qəfildən önünə bir nurani bir qoca gəldi, biri gəldi. Xoş şəkli şəmail özü dilgir. Xoş şəkli şəmail özü dilgir. Deyir, şəkli şəmail, yəni surəti yerindədir, özü də qəmgindir, deyir. Yanıma gəlib Səba rəvani, deyir, yanıma gəlib Səba yaxşı şəkildə gəldi, Səbanın yanına yaxşı şəkildə gəldi, rəvan şəkildə gəldi. Söylədi ana sözünün nihanı, deyir, ona sözünü gizli şəkildə söylədi. Sordu, ana kim Səba mısan sən? Bağban Səbaya deyir, bağın içində də yenə deyirəm, məşuqə ilə burada görüşmə yoxdur hələ. Deyir, sordu ona kim Səba mısan sən? Eşq əhlinə aşina mısan sən? Kim aşıqı xəstədən gəlirsən? Halından onun xəbər bilirsən? Aydır ki, bəli, Səba mənəmdir. O da deyir ki, dedi ki, bəli, Səba mənəm deyir. Dedi ki, Səba mənəm. Sözümü yetirim, xanı sənəmdir. Deyir, sözünü o sənəmə yetirməyə gəlmişəm. Aydır ki, mənəm ol, ey xoş avaz. Dedi ki, mənəm o gözəl səsli, gözəl avazlı olan. Ölmüşlər üçün Məsihi təmsaz. Deyir, ölmüşlər üçün həmsöhbət olan Məsih. Həmsöhbət olan Məsih. Məsih burada İsa Peyğəmbərdir. Mən dəxi nicarə bağbanım. Mən dəxi nicarə bağbanım. Bağban da burada özünü tanıdır. Aşiqə. Deyir, mən də artıq nicarə bağbanam. Nicarın bağbanıyam. Aşıqlara yarı mehribanam. Deyir, aşıqlara da mehribanam. Mən demişdim ki, sana gəlsin, məşuqa nədir, sözün bilsin, deyir. Odur, oturur otaq içində, deyir, oturur otaq içində. Sən bir dəm otur bu bağ içində. Mən vərayım ol nicar qatına. Deməli, burada nə deyir? Bağban deyir ki, deməli, sən deyir, otur bu otaq içində, mən sənin dediklərini gedim, baxım, görüm, hələ bir vəziyyəti nə yerdədir? Deyir, mən varayım o nicar qatına, sonra deyir ki, o dilbəri gülüzar qatına. Könlün görəyim netişdir onun, deyir, könlünü arayım, görüm, hələ necədir onun. Sözün deməcə ona tavan, deyir, sözünü, o zəifini sözün deməyə sözü necədir? Qıldım aloban nəzər be məhbub, deyir, əlindəki məktuba nəzər saldım. Bağban hələ ki nəzər salır Səbanın məktubuna, yəni aşiqin göndərdiyi birinci məktuba. Söz deməcə fürsət istər idi. Qulluğa ilişdi, durdu bir dəm, deyir, qulluğa çatdı, bir an durdu, könlünü aradı, gördü xırram. Deməli, bağban gedir məşuqənin yanına, qulluğuna, yəni çatır yanına, hüzuruna çatır. Bəs deyir ki, arayır görək elə bir vəziyyətin necədir? Yəni yaxşıdır, xoşbəxtdir, şaddır, yoxsa qəmgindir və s. Deyir, könlünü aradı, gördü xürrəm. Xəndan gülərüz çəmən içində təzə gültək. Deyir, gülərüz çəmən içində təzə gültək. Boynu sürahi, dodağı mültək. Deyir, boynu sürahidir, boynu sürahi su qabıdır. Sürahidir, dodağı da şərab kimidir. Aydır ki, deyim sözü məhəldir. Deyir, bağban dedi ki, artıq məşuqiyə çatdırım da Səbanın gəlməsin, Səbanın sözləri də artıq vaxtıdır. Könlü fərahü dəmi gözəldir. Deyir, könlü fərəhlidir, gözəl vaxtdır. Bir qatla özünə eylədi fərz. Deyir, bunu bir dəfə ilə özünə vacib qıldı. Bəs qıldı, nicarə sözləri əsdir. Həmin sözlər gözələ xaşı çatdırdı. Aydır ki, əy adəmə fidabə. Dedir ki, ay gözəl. Bir söz desəm, eyləmə xitabı. Bağban bunu məşuqiyə deyir. Bir söz desəm, mənə məzəmmət eləmə, danlama. Bir qasidi xəstə halı gördüm. Deyir, xəstə hallı bir qasid gördüm. Səbanı deyir əslində bağban. Yox gəlməcə, heç məcalı görün. Deyir, heç yaxına gəlməyə macalı da yoxdur. Gəlməz yavuğa həzər qılır o. Deyir, yaxına gəlmir o, çəkinir o.
dərgah sarı nəzər qılır o. Deyir, qapına sarı, deyir, nəzər yetirir o. Nəzər yetirir o. Vardım yanına, dedim nə kəssən. Deyir, getdim yanına, dedim nə kəssən. Kim əhli səfər, zəbun fərəssən. Deyir, səfər əhlisən, atın da taqətsizdir. Gördüm yazılı kəlam B məhbub. Deyir, gördüm ki, bir sevgiliyə yazılmış məktub, kəlam gördüm. Yəni, məktubu deyil. Yazılmış, birinci, burada məktubun içərisindəkiləri bağban nəzər eləyibdi ya, Səbanın əlində. Onu məktubun içərisindəkiləri birinci məşuqəyə çatdıran bağban olur əslində. Deyir, yazılmış əmiri xuban. Burada deyir ki, yazılıbdır, deyir, gözəllər əmiri. Dərd elə ölürəm, eylə dərman. Məktubun içində yazılıbdır. Hələ ki, səba gəlməyibdir, bağban çatdırır bunu. Oldu qəm ilə belim qəmidə, rəhm eylə mənə en uridiydə. Deyib, qəmin əlindən deməli, belim qəmidə əyildi. Rəhm eylə mənə ey nuri dedi, ey gözümün nuru deyir, mənə rəhm eylə. Oldum ki, mən ol cəmalı gördüm, özümdən özümü xarı gördüm, özümdən özümü uzaq gördüm, o anki onun cəmalını gördüm. Bir əqlü kəlami huş oldum, deyir, ağılsız, kəlamsız və huş oldum. Yüz dərdi bəlaya tuş oldum. Çox oldu könüldə fikri fasiddir ki, dağılmış fikirlər könlümdə çox oldu. Qıldım bu yola səbanı qasid, bu yola səbanı qasid, elçi qıldım. Öz halımı faş qıldım. Deyir, öz halımı ərz-i faş qıldım. Öz deyir, xaşimlə deməli, açdım halımı, açdım ona dedim, bildirdim. Yaşımla bitkini yaş qıldım. Deməli, yaşımla bilgini yaş qıldım. Bu ələ ki, deməli, məktubun içərisində olanları çatdırır. Deyir, burada aşiqin sözlərində deyir, mən burada deyir, dağılmış fikirlər, könlümdə deyir, dağılmış fikirlər var. Çox oldu könlümdə dağılmış fikirlər. Deyir, bu yola səbana qasid elədim. Səba da bağın içində gözləyir, bağbandan xəbər gözləyir. Deyir, səbanı bu yola qasid elədim. Sonra deyir ki, öz halımı ərzü faş qıldım. Deyir, öz halımı xaşla açdım, bildirdim. Yaşımla bitkini yaş qıldım. Əslində, bitki burada yazıda deyir, yaşımla yazını yaş elədim. Yəni, göz yaşı ilə nəzərdə tutur bu. Bu vəc ilə halım etdim elam, şəhlardan olur gədaya ənam. Deyir, şəhlardan gədaya hədiyə olur. Məşuqənin sözü eşidib, bağbanı və səbanı danlaması hissəsi gəlir. Sonraki bölmə hissə. Eşitdi bu sözü çün pəri ölü. Deyir, bu pəri olan, pəri üzlü bu sözləri eşitdi. Bağban gəlib deyib, hələ ki səba yoxdur, məktubun içərisindəkiləri çatdırıb. Aydır, nə söz idi söylədim bu? Sən bilməmisən ki, mən nə şahəm? Pəri deyir bunu bağbana. Huri həşəmi mələk süpahəm. Deyir ki, qulluqçularım hurilərdən, süpahəm, ordularım mələklərdəndir. Sən bilməmisən ki, mən nə şuxam? Deyir, sən bilmirsən ki, mən necə gözələm? Kiprici qaşı yay ilə oxam. Deyir, kiprici qaşı yay ilə oxam. Deyir, ol bilməzsə də sən bilirsən, deyir, o bilməsə də sən bilirsən, bu həsrəti bəs nədən qılırsan? Məşuqə deyir bağmana. Deyir ki, o bilməsə də sən bilirsən, bu həsrəti bəs niyə qılırsan? Var gil, deyil, ol rəsula gəlsin. Deyir, get o rəsula, elçiyə denə gəlsin, yəni səbanı deyir, get göndər gəlsin. O denə ki, gəlsin. O sözləri nə qabilə gəlsin, deyir, o sözləri qəbul etməyimə gəlsin. Kimdir görəyim gəlir buradan, deyir, kimdir görüm hələ hardan gəlir. Vaqif olayım bu macəradan, deyir, bu macəradan xəbərdar olum. Allaha səba qılıb təvəkkül, deyir, Allaha səba, Allaha vəkil elədi, yeridir rəvanı bitərli. Deyir ki, axıcı şəkildə yeridir. Göstərdi səlamı izzi ikram, deyir ki, izzət ikram göstərdi, istərdi kəlamın edə elam. Öpdü ədəb ilə asitanı, deyir, ədəblə astananı, qapının girişini öpdü. O sərvi səhi çü gördü ani, uca sərvi ki gördü, deyir, öpdü, ədəblə astananı öpdü. Sordu, nə gərək hərzə mərzə? Deyir, dedi ki, bu məşuqə deyir, bu hərzə mərzə deyir, bu avaralığa nə gərək var?
Kim dedi ki sana gəl bu mərzə? Deyir, sənə kim dedi ki bu xəstəliyə gəl? Yırtdı əlindən alıb kitabın, məktubu deyir burada. Məşuqə deməli Səbanın əlindən məktubunu alır, yırtır. Əlindən yırtdı, alıb kitabın. Saydı üzünə bu babın. Deyir, üzünə eyiblərin və günahlarını saydı. Eybini varın şumar qıldı. Deyir, eybini onun saydı, üzünə saydı. Gül yüzlü Səbanı xar qıldı. Deyir, gül yüzlü Səbanı pis vəziyyətdə qoydu, pis elədi. İkinci məktub Səbanın məşuqənin sözləri ilə aşiqin yanına gəlməsi. Qayıtdı Səba dərgahı şah. Deyir, Səba şahın dərgahından qayıtdı. Şahın deyəndə, yəni burada pərini nəzərdə tutulur da, məşuqəni. Deyir, qəmnakü məlul düşdü bərrah. Deyir, yolda qəmin əlindən yoruldu. Deyir, kim necə varım ol fəqir? Deyir, dedi ki, necə varım ol fəqirə? Biçarə və xəstədil həqirət. Biçarə olan, xəstə olan, həqir olan, yazıq olan deyir. Deyir, necə varım ol fəqirə? Dəxil, nə yüz ilə varım anda? Deyir, nə üzlə onun yanına gedim? Bu, aşiqin dilindəndir ki, deyir, aşiqin yanına nə üzlə gedim? Ümid ilə qasid etdi munda. Deyir, bu işdə ümidlə məni qasid eləmişdi, elçi eləmişdi. Ya onda neçük verim cavabı deyir, ya ona necə verim cavabı deyir. Göndərdi itab ilə xitabı. Deyir ki, tənəli, məzəmmətli cavab göndərdi. Çün yetdi, dedi ki, nikuxah. Deyir ki, xoşniyyətli şəkildə dedi. Halın necədir zirəhmətirah? Deyir ki, o gəldi, deyir, xoşniyyətli şəkildə dedi ki, bunun aşıq deyir də Səbaya. Deyir, halın necədir sirəhmətirah? Deyir, yolun zəhmətindən halın necədir? Həm söylə nigar sağ əsənmi? Deyir, yolun zəhmətindən deməli necədir? Bir də deyir ki, söylə deyir, nigar sağdır, salamatdır, əsənmi deyir. Deyir, kimdir o xəsis sükandır? Deyir, aşıq deyir bunu. Deyir, o kimdir o az xəsis olan? O fitnəli yar sağ əsənmi? Deyir, o fitnəli yar sağdır, salamatdır. Deyir, sağdır, əsəndir ol pəriürü. Deyir ki, sağdır, əsəndir, yəni salamatdır o pəriüzlü. Səndən vəli eyləmiş bəri-ruh. Deyir, səndən amma üzünü bəri eyləmiş. Əhvalın ana ərzə qıldım. Deyir, ərzini, sözlərimi ona çatdırdım. Ərzinə yetirməcini bildim. Xış etdi haman dəm əz səri nas. Deyir ki, qəzəbləndi və həmən sərvi nas kimi qəzəbləndi, belə deyək. Çox ərbədə naz qıldı ağız. Deyir, ilk dəfədən çox ərbədə dava elədi, deyir. Yırtıb Alubanın yazan kitabı, deyir, yazan kitabı, yəni məktubu qıldı, deyir. Çox ərbədə dava naz qıldı ağaz. Bunu dedi, biş etdi xitab ilə xitabı. Deyir ki, çox etdi, deyir, məzəmmətli cavabı çox etdi, deyir, biş etdi, itab ilə xitabı, biş etdi, çox elədi, məzəmmətli xitab elə cavabladı. Qıldı məni xəstəni məlamət, deyir ki, mən xəstəni qınadı, başıma qopardı 100 qiyamət, deyir, başıma 100 qiyamət qopardı, fəryadı, fəqanı zara düşdü, deyir, fəryada, fəqana çarəsizliyə düşdü. Öcüdü özünü qılıb mükərrər, deyir, təkrar şəkildə özünü öydü, məşuqanə deyir əslində Səba. Dil bunu eşitdi, narə düşdü, deyir, dil bunu, ürək bunu eşitdi, dərdə düşdü. Yaş etdi, ümid evin parə, deyir, yaş elədi, ümid evini parçaladı. Söcüdüm yenə bəxti nəbakarə, deyir, söydüm yenə yaramaz bəxtimə. Bəxtimə söydüm, yaramaz bəxtimə söydüm.